Bakı şəhər sakini 33 yaşlı Adil Rızayevin bu ilin 23 Mart tarixində keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra ölməsi faktı ilə bağlı cinayət işi açılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, onun ölümü ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü tibbi xidmətin göstərilməsi qaydalarını pozma ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb. Belə ki, mərhumun yaxınları bir müddət əvvəl Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra işin daha ətraflı araşdırılmasına zərurətin olduğu bildirilib və cinayət işinin başlanması barədə qərar çıxarılıb. Xatırladaq ki, bu ilin aprelində Adil Rızayevin atası Ərəstun Rızayev saytımıza müraciət edərək övladının həkim səhlənkarlığının qurbanı olmasını bildirmişdi. O, oğlunun Respublika Diaqnostika Mərkəzində həkim cərrah İlqar İsmailov tərəfindən əməliyyat edildiyini, lakin əməliyyatın düzgün icra edilmədiyini bildirmiş və həkimin məsuliyyətə cəlb edilməsini tələb etmişdi. Xəbər verdiyimiz kimi Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb. Belə ki, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramiloğlu Bünyatlı kəndi ərazisində kanalda çimərkən boğulub və həyatını itirib. Allah rəhmət eləsin. Mərhum əməkdar artist Tünzalə Əliyevanın Topuş bacının ailəsinə daha bir ağır itki üz verib. Aktrisanın atası Məcid Əliyev 88 yaşında dünyasını dəyişib. O həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın atasıdır. Xatırladaq ki, ötən ayın əvvəlində Tünzalə Əliyevanın qardaşı Elxan Bayramov da Moskvada həyatını itirmişdi.